tekrar oh girl, beautiful girl nene dedi. Ben de ona dedim oh beautiful man, you are the big dedim. Oh dedi yes yes dedi, Arzu bad girl, Arzu bad girl. Püf püf dedi. Bana dedi ki you beautiful model dedi. Ay dedim çok thank you. Ha danıştık biraz. Yakından Johnny Sins'e okşuyor. Johnny Sins'le çok geçmişim olur, yakın dostum olur Johnny Sins'le. Arzumun eri yakından Johnny Sins'i andırır. Ha, Johnny Sins'in biraz Temu versiyonu kime. Ama geçe ağlanıydı. Buradan Deniz'de çok da kelp. İşte dedikodularımız bu kadardır. Deniz düzlüğüne biraz bakımlar elədi. O. Seyircim çok teşekkür. Başka dedikodu bacı. Bugün size bu kadar dedikodu yığmışam. Bir de ayın Daçnik dedikodularını siz göreceksiniz. 6. gün bacınız Daçnik'in açılışındadır. Gelersiniz Bilgəkdə. Reklamını vereceğim birazdan. Ha, Daçnik'te dedikodular Daçnik'te. Belə. Başka heç nə. Ekrana tıklayın, ekrana basın. Baxaq görək günlük birlərdə hansı qaliklər var. Ya Allah, baxaq bugün yeni qaliklərdən kim var? Allah, günlük sıralamada birinci qalik Abbasov 750k, üçüncü qalik alıb 620k, ikinci qalik alıb 700k, maşallah. Dördüncü qalik var, 5 tane qalik, 6 qalik, bütün qaliklər saatlıq birə sıqışıb. Amma mənim kimi bakirə neçədədir, zırtdadır. Günlük sıralamada zır. Bunlar da qaliklər hamısı yığışıb yenə. Allah kahretmesin. Kız bunlara kim atır günlük 500, 600, 700? Kız məni 20 bin, 30 bin her gün kişi izləyir. Mən bu kadar hediye gelmir ama. Bunlara kimdir kız? Yayınlar da 500, 100, 200 falan izlenir ama her gün 500, 700k. Mənə her gün 700k gelsin FBI kapımda. Her gün gelsin 700k, 500k. FBI open door eləyərlər. Allah'a and olsun kapımı cırıq-cırıq. FBI open door. Bunlara her gün nasıl gelir? Neyindir mən anlam? Ha, çok aşağıda. Bütün haber sayti mən paylaşar ki Velizar'a günlük. Hələ mənə 5 tane şir gelmişdi. Bütün Azərbaycan eşitdi. Bunlara 50 tane şir gelir. Hiç kim eşitmir. Nəsirova çok sağ ol. Kim beni çağırır? Ay ilgilenmiyorum. İlgi alanımda değiller hayatım. Aman danışsınlar aşkım, yaş nane, kuru nane, arkamdan konuşanların sonu kerhane. Ölüleri diriltmeyi artık istemiyorum. Bəsli biraz dirilttim, ölmüştünüz hamınız. Artık ölüleri dirilttik, tezden ölün aşkım. Gerek yok değil, ölmeyiniz yaxşı değil, kalın orada, boş verin Allah aşkına ölüleri. Benim sey ağlım, Arzum da bugün dedi ki sen seysen, dedim niye Arzu? Dedik sen kişsen, ne sen, dedim niye onlara prim verirsen, niye ölüleri dirildirsen, ağlımı biraz açtı halal da o balaca boy kıza biraz dedi, kız dedi sen sevmişsen ölüleri niye dirildirsen, dedim düzdü bacım ne bakarım, dedim duramıram, bir söz atan da duramıram, bir sus boş ver ilgilenme, dedim tamam, dedim okey. Bu kadar. Katya yanımda. Katya düzelip bu arada. Katya'nın gözleri düzelip. Bismillahirrahmanirrahim. Katya düzelip. Vampir Bey selam. Salam ey. Necəsiz? Nasılsınız? Çok teşekkürler. Hardan bağlanırsınız? Neçə yaşınız var? Buyurun tanıtın. Günümüzün ilk misafiri sizsiniz. Ay Çabako. Ay canım Nergiz'im öpürəm. Ağız səni. Feride Ay canlı öpürəm. qalxdı sən. Hələm gör, Amin. mənlə PK oynayırsan, canlı qalxırsa, gör realdə üz-üzə gəlsək nələr qalxar, ey ömrüm. Adın nədir? İmrəli. Nə deməkdir İmrəli? İlk dəfədir bir İmrəli. Belə adı mənə sözümdə dərinliyə düşməmişəm. Mən də belə heç eşitməmişəm. ChatGPT-dən soruşum aşkım. Gözdə ərim. Sorutsun da, Bir sorut. dəqiqə İmrəli. Hamı Adının mənası nədir? Baxım, İmrəli. Hə, screenshotlar da alındı. İmrəli adı Azərbaycan və Türk ad ənənəsində işlənən bir addır. Bərəkətli, abad, inkişaf etmiş, ömürlü firavan. Bəzi mənbələr isə əmr sahibi, söz sahibi. Ha, indi sən bərəkətlisən. Haralısan əslən? Mən Qazaxlıyam, bir də Gəncəyəm. Qazaqlısan, bir Gəncəli. Bəli. Nə gözəl. Nə gözəl bəs Qazaxsan. Başa Eşit danışığın var. Z hərfini deyəmirsən elə belə. Olur. Ha canım. Ay Qazaxda qalırsan Gəncədə. Ya Bakıda qalıram. Arası. Ramanında. Ramanı da ay ne güzel.
turistik bir yerde kalırsan. Ben bayılırım Ramaniye. Tam merkezi turistik bir yerde. Özellikle Basan yolları. yerler özü. Əla Ramana'nın yerler. yolları o kadar güzeldi. Ay Allah bayılırım oranın yollarını. Çok güzel hakikaten. Bana bak bir şey diyeceğim. Ne iş görürsen? Mən belə oxuyuram, məşq edirəm. Yani ne okursan, hangi üniversitede Məktəb okursan, oxuyuram mən hələ. kitap okursan, ihtisasın nedir? Mənim ixtisasım yoxdur. İdman Akademiyasına hazırlaşıram. Ne okursan kitap olarak? Ha, bakın. Kitab olaraq Azərbaycan dili, riyaziyyat, ingilis dilini oxuyacağam. O qədər Neçə nə qədər yaşın yazmışdır, var? Heç nə oxuyamıram. 17 yaşım var. Üniversitede Safxozda qaldım, hazırlaşırsan yoksa safxozda. ben başım çıkmadı rahmimi daratma. Üniversitede hazırlaşırsan Ha, İdman Akademiyasına. İdman Akademiyasına Azerbaycan dili için ne sen İdman Riyaziyat lazım değil Da mi? yığmışam, bazı qabiliyyət qalır. Ha. Belə onu çatmır. Bəzi ixtisaslar var. Ben indi dostlar açıq danışım. İndi Allah aşkına bu idman bax idmana aid Azərbaycan dilini nə eləsin? Bəzi ixtisaslar var. Məncə Bəli, gərəksiz. çox doğru. Yarışlara gedəndə Adı elə yox. İndi məsələn riyaziyyatın məsələn nə bilim bəzi ixtisaslar var. Mənə görə elədir. Məsələn gərək yoxdur. Məsələn o dərsi mən bu ixtisasa görə niyə oxuyum? Yəni nə bilim öz fikrimdə ha, mən də bir vətəndaş kimi öz fikrimi deyirəm. Bəzi ixtisaslar var aşkım. Bəzi dərslər yəni mənim o ixtisasıma aid deyil. Onu nəyə oxuyum başıma? Nə bilim. Yəni bilmirəm. Mənim öz fikrimi deyirəm. Hə canım sən. Neçənci indi Elə restoranda ofisiant, yəni restoran sistemi də. Ay ne güzel ailen destek verir. Ha, və yavaş-yavaş şükür Allah'a. Hem ailen destek verir hem de sen de ekstra işleyip hem de Ha. okursan. Halal olsun sana. Çox sağ olun, çox. Vallahi halaldı. Ben de senin yaşında hem işliyordum hem okuyordum. Sen halaldı. Çox sağ olun. Sağ ol canım. Ay çok Allah da. sıxma sənə. Allah haqq edin. Ya sıkmasın söyle. Ne var söyle çıkanda ne olur? Derim sen yaş. Çok üz verdin, çok şımardın, çok kalktı. Bir tarafın davaydı. Dav. Davay. Lan. Birazcık hafif gülümsüyorsan, birazcık böyle biraz gül, hafif şirin danışanda o kıllı tarafları bir kalkır havaya. Hemen kalktı, hemen kudurdu, şımardı. Gerek bunlarla sert danışasan, o da olmur, danışamıram. Belloş, Hay Can, Rudolf. nətərsən? Sağ ol hayatım, sen necəsən? Veloş elə dedin ki, elə bil illərdir yanıma gelirsən aşkım Veloş. Nə var, nə yox? Çok teşekkürler, benim keçi sakalım, sen ne bilirsən? İşte oturub sana baxıram. Ne güzel haralsan Rudolf. Azərbaycanlıyam, Rusiyyədə yaşayıram. Beni deyənləri çırasım gəlir. Yəni Azərbaycanın harasında bilirəm Azərbaycanlısan. Azərbaycanın Bakısından, Bakıda doğulmuşam, Malakan bağının düz ortasında. Orada Düz böyümüşəm. fəvvarələrin ortasında doğmusan. Düz bax orada. Yolun Düz elə, o ortasında. fəvvarələrin orada. Hə, bax, o fontan var orada ya. Ha, elə düz fantanın üstündə doğulmamısan. İçində. Oh, düz içinə tərəf. Bəli, Nə bəli. gözəl. Elə Targovulusan onda, Targovulu. Belə başa düşdüm, Targovulusun. Bəli, bəli. bəli. Ay, nə gözəl oliqarx bir oğlan, amma arsan elə bil. İndi harda qalırsan? Moskvada. Ay, Rusiyada. Bəli. Rusiyanın harası? Moskvada, Moskva şəhərində. Ha, Moskvada qalırsan. Neçə yaşın var? 27. Moskvada ne iş görürsən? Finanslar üzrə mütəxəssis. Ay ne güzel. Bir dakika Rudolf. Katya klimayı kapatır mısın tatlım? Rahmim dondu. Az önce sıcaklıktan terlemişti rahmim. Şimdi dondu. Teşekkürler Katya. Çekilebilirsin. Evet Rudolf Bey. Ne işlediğin ömrüm? Finanslar üzrə mütəxəssis. Aa ne güzel. Üniversite okursan onda orada. Yo. Universitetə Bakıda girmişəm, sonra atmışam. Aa ne güzel ne güzel. Mənə bax. Boyun neçədir? 1.82. Sevgilin var. Natasha falan, Natasha, Sasha, Marsha. Hey. Xoşdan bəyənmirəm. Yo, yo. Aa tercihin kız değil. Yo, yox, yox. Aa Natasha tercihler. var, yani. Kızlar tercihlerinin arasında değil Öz diyorsun. millətimizə nə olub?
öz millətimizə nə olur? Yaxşı görürsən Allah, hər gün gedib Nataşalara pul xərcləyir, öz millətimizə nə olur, belə zırt hə. Yo. Yaxşı, belə yalandan publik oynamayın. Bəli, yox, Publikaya yox, yox, oynamayın. yox, yox. Publikaya oynamayın. Bilirsiniz bizim yazıq kızlar da burada köle olarak alıp ananıza kaynana gelin elirsiniz, bırakırsınız, gidip onlara aylık 10.000 dolar, bu yetimlere de aylık 500 falan dolar xərcliyə atırsınız, bir şey kimi, köle kimi alıp koyursunuz ananızın yanına. Bilmirəm. Yaddan çıxmır. Haydi oradan bilmirəm. Hadi zırt hə, elə zırt. Cart. Mənə bax bir şey diyeceğim. Bir şey olansan ama yaraşıqlısan. Aylık gelirin ne kadardı? Min şükür. Min şükür. Böyle bir rəqəm yoxdur. Aylık gelirin nədir? Yani ne kadar dolar gelir? Mesela geçen ay neçə dolar kazandın bir aya? Xərclədiyimi deyə bilərəm. Yani xərcliyinlə birlikte ne kadar pul gelir? Bir yerdə. Sen kişiliğin Allah hakkı maraq elədim. Mesela deyək ki Rusya'da, Moskva'da senin bu mesleğinde aylık ne kadar gelirin olur? Tez Yəni danış belə üçün. deyək, normal yaşamaq üçün ən azı bir 300 min rubl gəlib getməlidir. Mənə dolar de. 300 min rubl nə qədər eləyir? 4-5 bin dollar eləyir yəqin. Hə, 4-5 bin dollar eləyir 300 min rubl. Aylık 4-5 bin dolar kazanırsan orada. Ya əgər normal yaşayırsansa, deyəşir, o qədər. Yani gelir aylık minimum 5 bin dolar gelir sen aylık. Gəl, nəsə gəlirdi, nəsə gedir. Ay nədir o iş mənə də öyrət, nə olar? Mən bezdim bu həyatdan. Yorucu iş Öyrədiləsi bir deyilsə gəl. şeydir o. Özüm bilmirəm nətər edirəm, nə edirəm. Gəlim, yanına gəlim, məni al. Məni al. Ya, rəsmi legal bir şey. Bakıya gəlib gedirsən, Hə, mənim keçən ya bütün yay oradaydım. gələndə pullu gəl, biraz gəzdir məni. Baş üstə. Canımsan. Gələndə biraz dollarla gəl, 1000 dolar, 2000 dolarla gəl, səni keçə Bakıya gəzdirim. Amma saatlıq görüşürəm. Yəni saatlıq, bir saat içində səni hər... Öyle yok. Yani bir saat boyunca seni her yere gezdirirəm. Mesela Getdi edirsən, getdi bələdçilik. Ay bələdçilik edirəm, sənə tərcüməlik edirəm. Azərbaycanı görmədiyin tərəfləri səni Neftçilərin kurğuna götürürəm, 20 yanvarın kurğuna götürürəm. Səni Məmişlə tanışdırıram. 20 yanvardakı gözəl qızlar, yəni gözəl məkanlarla tanışdırıram. Belə saat. Evet, bir saatlıq səni Bakı turu üçün alıram 1000 dolar. Elə bil biraz çox oldu da. Çok değil hayatım. Korkma. Bak benim yanımda gez. Hamı gelip çekilmek için çetireceğiz. Sen de yanımda meşhur olacaksan gez. Bile gez. Sadece cebime 1000 dolar verirsen bir saatlik seninle. Seninem iller ötsüp geçse de bil ki yalnız seninem Rudolf. Rudolf'cum öpürəm çok külehlediğin için çok sağ ol canım benim. İnarsan o gece külehledin ki o Rusya'dan Moskva'dan buraya o 5000 dolar geldi külehlemesi. Canım sen neyse orada almanı satmağa, limonunu satmağa devam eyle. Yaxşı kalkos bazarlar sana öpürəm seni aşkım. Geçe külehlediğin için 5 dakika boyunca bu yalanını dinlediğin için çok sağ ol. Az yalan değil o keçi sakkalı hakkı. Zırt yalan değil. Kalkos pazarında falan işte demez mi aylık 5000 dolar? Öyle zırt tökür böyle aylık 5000'e. Az küleyledi. Xəzər küleyi. Seninem iller ötüp geçse de bil ki yalnız seninem. Geçey sesim var kız. Ay Marifoğlu Bozçum Fidanca. Ay Fidan. Fidan tırnağın kopsun ay Fidan seni bu kişi emcüklesin ay aşkım seni bu koca emcüklesin koca dayımız ne dersin sana? Kurtardın mı? Tamam mı? Yani bilmiyorum istirsiz devam eləyək. Bir tane pek hoş görün veriz o. Ay can aşkım kurtarmadım da gel beraber kurtaralım. Ben sana aşkın değilim ki. Ay veriz o. Zaten sen benim aşkım olsan gene ben çürüyüm ölüm geberim. Bir dakika. Bak seni bütün Azerbaycan tanır, dünya tanır. Haram sen yaraşıklı. Aşı beni neysen hararıyorum. Ben sana verdiğim sualı cevaplandırırsan ya yok. Bakın suala bakın. Elə bilinir ki bu ne sual verəcək. Elə bilinir ki kişinin gözünün içinden yaxır ki bu enişteyin. Bak indi dikkatli dinleyin enişteyin sorusu gelir. Bak gelir dünya bilim adamının sualı gelir. Bak indi Allah aşkına verdiği suala bak. De göre.
Bakın. Ay Beliza. Beliza hanım. Bakın. Suala bak. Suala bakın. Hissiyle ne sual vereceğim. Bakın da. Ha. Herkes sizi hanım tanıyor. Öyle değil mi? Bakın suala bakın. Koca benden mırtlaşır. Koca benden mırtlaşır. Hay Allah. Düştüğüm duruma bak. Koca benden mırtlaşır. Bakın. Beliza. Hı. Beliza. Ben seni bak bütün TikTok'larda izleyirəm. Ha. Bütün hərəkətlərin, bütün özü, bütün sözləri hamısı yani beyan edir. Ha, yani ister istemez beyan edir hərəkətləri. Şaşırttın beni. Bir ters köşeyle az. Haralısınız? Nasıl var lan? Danışaq da, ay danışaq da bir söhbət eləməksən, PK eləməksən, qalx sənin keçər başına. Danışaq da de adam kimi de danışaq, 2 qıllı kişisən, sən Allah bilim hərəkətlər eləmə, danışaq adam kimi. Haralısınız? Konuşuruz ha, ben deyirəm Naxçıvanlıyam. Danışan bırak axı, deyirəm haralısan, danışmırsan. Haralsan, yaşınız neçədir, nə işlə məşğulsunuz? Ay dayım, buyur. Sen bilirsən səni çox sevirlər. Anladıq da anladıq. İndi haralısınız, gel danışaq. Hı. Yerazam. Yerazın harası? Yerazım. Ben Bakıda yaşayıram. Yani Yerazın arasından doğulmuşsunuz. Udmada. 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 Neçə yaşınız var? 37. Ay senin 37 yaşın varsa 37 dene Allah aşkına haran 37'de 57 kimisən haran 37'de başında tüy kalmayıp senin 37'de mi? Bu ne tər 37 değil haber verdik ya. Neçə yaşın var ayar mı? Benim var. Ben 37-38 yaşına keçirəm. Onda tez bana de tez ama. Ne ilini de görüm tez de ilini. İlimi deyim. Tez. 89. 89-37 eləyir. Hə canım düz yaxşı hesabladın yox. Mənə bax. Evli bekar. Yok onu karıştırma. Orada orada bizim özel. Ay oyda. Siz haraya Veliza Bey siz haraya gittiniz şimdi? Deyirəm ilərdə belə dayım mayım olsa cibinə yalandan ataram. O bir şey var ya cibinə. Cibinə ataram. Allah polisə şikayət eləyərəm, tutduraram. Bax belə əmin dayım olsa. Belə qəsdən ataram ki tutulsun. Gəbərsin. Neçə il bir 10 il 20 il versin. Allah kahretmesin seni. Allah cezanı versin. Bir söhbət eləyən bir itdi. Sənin keçəl başına. Saç da yoxdur ki tutum yolum. Allahın cezası, Allahın bəlası. Bak deyirəm ki ailəlimsən, evlisən mi? Deyir oraya qarışma. Adam elə bir söydüm. Aya evlisən mi? Yəni uşağın var mı? Ailəlisən mi? Ay balam bu cümlədə nə var? Siz Allah. Deyir ki orayı qarışdırma. Bax. Ben bunu mən nətər engelləyib? Bu Katya'nın kör gözünə. Bunu engelləyənmədir. Bir dəqiqə dostlar. Bir dənə Mıxməmməd mıxını çəkmir. Gözlə. Ben bunu engelləməsəm rahatlamayacağım. Mıxməmməd mənə PK atır. Gulicim çok teşekkür ederim. Ay itler hürürmüş eşidirəm. İtler hürür arkada bir dene it. Neyse it sesi var arkada yaman hürür. 2 tane it. Yazdım. Salam Alo aleyküm. salam. Salam. Necəsiz İsi Bey? Salam Vəlzar. Arada ağızlarına sümü atın sussun bacı. Necə size demirəm ha İsi Bey. Salam. Haralısınız? Bakılıyam. Bakılı Əslən. Hı. Esen bas. Biri Masazır'da kim var yazıp Masazır'da özüne bir kişi aktarır Ayçet Allah aşkına özüne bir tane stolpa aktarır. Özünü cırdı yayın açana Masazır'da kim var? Göndereceğim sana geç hesaplı bir şey. He. İsicim canım buyur haralısan Esen. Bakılıyam. Sağ ol. Bakın harası. Elə özü. Allah aşkına haralısan. Əslən haralısın Əslən. Əslən elə Bakılıyam. Nə deyim maçlığın oxandırım. Hə belə ana papa sen maçlağalısan. Onda bakılısan. Neçə yaşın var? Mənim 18. 18 yaşın var. Sol elin hardadır? Sol əlim. Yox, sol əldən tutmuşam, sağ əlimdir. Sağ elin ha. Ne var onu oradan 2 saniye de onu oradan kaldırma.
Təksən ki otaqda. Təkim. Kiradasan yoxsa öz evinizdə? Yox, öz evinizdə. Otaqda təksən. Hə, otaqda təkim. Boyun neçədir? 1.85. Vallahu ekber. Nə iş görsən? Hı? Nə iş görürəm? Məşq. Məşq, idman. İdman və afsiyant. Oxuyursan? Oxuyuram. Hansı bölüm? Peşə oxuyuram. Universitet yox. Hansı peşə? Emal sənaye. Ama bürcün nədir? Tərəzi. Eyni bizəni. Oktyabr neçəsən? İkisi. Mən də ona. Nə qəşəng. Var sevgilin falan? Belə yoxdan ola bilər. Nə tər birini axtarsan? Nə gözləri qəşəng olsun, sinəsində tat olsun. Başqa? Başında kepka zat, əllərində. Ay sən mənə deyirsən. Nəyəm ola bilər. Ay nə karizmatik səsin var. Cəsarətlisən. Bəyə bax mənim işte aradığım sevgili budur. Az olsun amma cəsarətli olsun. Milletin içində əlimi tutsun, gəlsin kafede otursun. Kim nə desə qozlamasın. Mən belə aşk axtarıram. Bilirsən milletin içində tutun yanağımı öpsün. Desin ki aşkım, sevgilim. Hamını çartladım. Az olsun amma hamıyı çartladım. Mən belə aşk, cəsarətli aşk istəyirəm. Deyim ki ömrüm. Ömrüm. Ay canım. Bəs ömrünə boydan göstərə bilərsən bir boydan sənə baxır. Ayda heyif ki də. Amma şəxsən ataram. Üstün giyin bax. Üstün giyin də. Ayıb olar. Bu nə hərəkət var? Son sən görməlisən, cəmaat görməli deyil axı. Yaxşı, cəmaat görməli. Sırt əyəlidir. Bir qolunu sıx görək. Qolumu sıxım. Qolunu sıx da bari baxın muskulun falan var. Yox, mən muskulsam zəifəm. Ay, ha. Aylıq nə qədər gəlirin var? Valla aylıq gəlirim yoxdur, günlükdür. Nə qədərdir günlük qazancın? 13 saat 12 manat. Neçə yaş var bu uşaq? 18. Peki. 18 yaşına tər var bunun böyük görünür. Sən dəqiq 18-sən? Hə. Aa. Və özlər həmişə başqalar haqqında sual vermirəm. Biraz öz haqqında danışsa biz qulaq asaq. Sən sual ver, mən cavablayayım. Mən sənə görəndə dilim tepir. Ya aşkım şımartıyorsun beni gerçekten. Sen bilirsen ki ben kalbime giren şeyler, yollar güzel cümlelerdi. De, sual ver, cevap ver. Vallahi sual bazım qalmadı sən baxanda. Ya de, ben kişi suallardan yoktu. Və sən istəməm səni haralsan. Aşkım ben şu bütün Azerbaycan benim sivilimi bilir, sen bilirsen. Mən maraqlamam. Sən dedin belə danışaq maraqlanır. Ya Allah aşkına bir de bütün şeyi tekrar danışamıyorum ama bütün sivilimi, kulağımdaki kılları bilir, her şeyimi bilir. Harada doğulmuşam, harada pıtlamışam, ne karmışam, hamısı ezbere bilir, sen bir görebilirsen. Ay, bir de ben... Hə, başqa şey maraqlan. De ki, nədən xoşlayırsan, nə xoşlayırsan? Belə suallar ver mənə. Gördüyündə nələr xoş istəyirsən. Danışanda. Nə xoşlayırsan? Mənim nələr xoşladığımı sən bilmirsən ki, aşkım. Mən xoşlayıram. Abi sen bir sır diyeyim. Bu çok Eyvallah. yalan uşağım. Az yalancıdır. Kulağının gözünün içine kadar. Az elə bilirsən bu xoş cümlələri məni kandırdı. Elə zırt. O mənlə mırtdaşır, mən onunla mırtdaşıram. Az elə bunun o yalancı vaatları, yalancı zırt cümlələri məni kandıra bilər səncə? Az mən 29 yaşım var, görmədiyim şeylər qalmayıb. Bunun getdiyi yollar mən oturub çay, kebab, Kürdəmir yolunda falan oturub çay, lülə kebab yemişəm. Az mən bu məni kandıra bilərsən Allah. Mən bunu susuz götürüb susuz getirirəm. Ömrüm. Zırt. Güya bu mənə aşıqdır. Az elə birisini kandım. O kişi oğlanıydı ama yalancının önde gider. Ay bu Rodi de məndən nə istəyir? Bu Rodi de var ya. Dur. Canım. Velizarcığım nasılsın? Teşekkür ederim hayatım. Sen nasılsın? İyiyim. Niye olmuyor?
Canım arkadaşım nasıl olmuyor? Yeniden mi atsan acaba? Aşkım benim güzelim. Oldu. Oldu mu? Olmadı kız. Nasıl olmadı? Olmadı atamıyorsun Allah'ın cezası. Sen bana at. Ben sana atıyorum olmuyor. Muzaffer nerede? Muzaffer kim? Var ya kız. Güzel Var ya. fizikli Kylie Jenner. Adı yadımdan çıktı kız çocuğun. Ay Şemuz mu? Şemuz he. O mu da Kylie Jenner? Kylie Jenner. Aa güzel kadın o. Nerede kız o? Şemuz'la beni calasan Allah aşkına onunla konuşmak istiyorum. Tamam ekleyelim. Yayında mı? Yayında ama şu an PK'da yok. Belki ben çıkayım beni geri al çünkü pek olmuyor. Tamam. Aynen pek atılmıyor. Sen yeniden gel. Gel. Tamam. Zırt. Az yalandan bahane oldu ki kabul edemem PK'yı. Hatta danışırıq ya. Necəsiz? Çok teşekkürler Nicat Bey. Bey değil mi yoksa? Bəy, doktor, Dəqiq. Dəqiq Bey. doktor, Ne doktorusunuz? uşaq nevrologu. Ana gerçekten mi? Hindistan'da Nicat Bey haralısınız? Mən Moskvada. Hindistan, nə Hindistan? Bir Pakistan'da Nicat oxşuyursan elə bir. Bəlkə də mənim pasiyentlərim sizə qulaq asır orada indi. Katya'nın sakallı versiyonu. Katya məni takip atıb canlıma gəlmiş. Katyadan soruşum. Hətta mən yazdım ki, xəstələnmirsən, nə olubdur, nə kömək eləyək? Mənə cavab vermədi Katya. Ay Katya her yerdesin gerçekten sen beni bazen az Katya'yı bazen harda görürüm. Şimdi biz takipleşirik ya. Beni takip eden insanlar bilir. Ben repostladığım insanlar kavanızda çıkır ya. Bir ara oğlanları falan elirdim. Repost kavanızda çıkırdı kızlar. Az bir bakıram oğlanlar yine kabağıma çıkır. Bakıram Katya, Nicat Cəfərov Katya repostladı. Allah Allah. Şimdi bu başlayıp repostlamaya. Hadi be oradan. Az oğlan kabağıma çıkır Katya repostluyor. Ha canım. Uşaq neyse? Uşaq nevrologu. Abi hangi canlıların çalışıyor? He canların geçmeymiş öyle mi? Bəli, gəlir də. Mən tibb Bunu kırtlağına neye bilir Nicat Bey? Kırtlağına bir şey tökeyip bu rahatlasın. Beynim gitti Öyle bir tranquilet bir marşım var yanımda şu an. Bir cavab versin direktə heç olmasa bəlkə nəsə bir kömək elə bilərəm də. Ne güzel. Mesela uşaqlara ne kim örneğiniz olur? Mən tibb universiteti üçün Moskva Sejin Tibb Universitetini dəstəkləyirəm. Ondan əlavə də ki, uşaq nevroloquyam. Uşaq sinir sisteminə problemi olan uşaqlar. Azərbaycan biraz pis bilirəm. Nicat. Bak uşaqları sevirəm. Ama 5 saniyelik. Oy benim halamın kızları var. Ay 0.85 çok teşekkür ederim. Az 2 kız. Benim o evi dağıdan uşaqlardan bir zəhləm gedir. Oy benim halam kızları da eləydi o vaxt. Belə vururdum, belə bıcımcı yatırdım. Sus artık deyirdim. Ağlayırdım, amasının yanına gedirdi, yalan qucaqlayırdım. Ay canım niye ağlayırsan diye. Benim o ağlayan ev dağıtan uşaqlardan bir zəhləm gedir. Allahu Ekber. Oy tutup tepe saçına yolasım gelir onlara. Az ne olur anasan, atasan. Biraz anasan da uşağın biraz kulağını vur. Allah o vaxt eləydim ha. Ben neydim? Komşunun evine gidende o konfeti halamdan anamdan izinsiz ona alım. Bir tane göz eləyərlərdi ki istəyərdim ki olmaz o konfeti almak. Halam böyle bir tane mıncık atardı var ya kışkırığım içimden bir olardı. Az indiki uşaqlar elədi. Oy evi dağıdır anası belli. Değme ay canım değme. Az tut onu tepe saçına getir buraya uşaktan de. Kulağını vur minçik olmaz. Oo elə uşaqlar boğasım gelir. Elizan. Sana halaldır ki uşaqlarla işləyirsən. Uşaqlarla işləmək. Buradan bu arada iptidai müəllimləri də öpürəm. Uşaqlarla işləmək dünyanın en zor şeyidir gerçekten. Ay Elizan, səndən mən xahiş edirəm də bir dənə. Mən bir başlayıcı bir həkim kimi, müəllim kimi məndən takip asınlar. Mən çünki elə olur ki, tələbələrimlə olur canlı açıram. Leksiyalarım olur nevroloji xəstəlik haqqında, yeni dərmanlar haqqında. Yaxşı, eğer uşaqlarınıza ait probleminiz varsa Nicat doktoru gerçekten doktorsan sertifikatlı falan ha. Səhifəmə girin baxın videolarıma da. Yok hazırlanmalı falan değildir. Resmi bir şekilde doktorsan yine ben araştıraram ha. Giderim tıbba bakaram eləyərəm. Nicat soy ismini yazaram. Allah gələm sen doktor çıkma resmi bir şekilde sen çırıq eləyərəm. Resmi bir şekilde doktorsansa adın senin bütün gate'lerde devlet gate'inde falan varsa resmi doktorsansa olar. Gir səhifəmə baxa bilirsən. Ben reklamlarda da eləyəm. Reklam istəyirlər ki, gedirəm özüm məkana başlayam. Gedirəm bir dəqiqə doktor. Ben reklam
Mən reklamlarda da edirəm. Məsələn, gedirəm məkanlara baxıram, görüm bu nədir, nə deyil. Otururam, baxıram, işləyənlərə baxıram, adamın ağzından ləlöyün. Adam məsələn məkan sahibidir, baxıram, sahibi gəlir, ləlöyün ağzında tökülür, iki cümləyə quranmır. Allah belə təkliflər nə qədər etsə belə qəbul eləmirəm. Baxıram, kontingeni yüksəkdirmə, bu mal kalitədirmə, bu orada. Sonra mənim adıma, mənim üstümə cumarsınız, elə deyil mi bacı? Ona görə nə varsa... Belizar eşitdim ben. Səhifəndə videolara baxın görərsiniz. Videolarla değil beyefendi, resmi doktorsunuz gerçekten. Bəli. Adınız nədir? Nicat. Soyadınız nədir? Ağılı. Nicat Tağılı. Nervatoloji uşaq doktorusunuz, elə mi resmi? Okey. Onda eğer hakikaten gerçekten doktorsunuzsa takip edin, uşağınıza nervatoloji falan problemi varsa yazabilirsiniz doktora. Ha, bakacağım Tamam. doktor. Cevap vereceğim size. Çok hoş edin, cevap vereceğim. Tamam, gelecek. Rahat ol. Sen niye Azerbaycan'da değil Rusya'dasan? Evet, ben burada büyümüşüm. Burada doğulmuşum. Ha sen işin hamısı oradadır. Bəli. Ha, sen onda Rusya'da kalan Azerbaycan'ı aktarsan. Bəli. Oğuz rayonundanam özüm. Oğuz. Yaxşı. İnşallah məndən sana bir takip gələr. Çok sağ ol. Sağ Teşekkür ol ederim. ya. Öpürəm. Çok sağ ol. Sağ ol canım benim. Sağ ol. Ay ne bileyim dostlar, bak bilirsiniz beni 5 ayda açıq sözlülüyümlə sevirəm. Ne değil özü Allah bilər, Allah işini avan eləsin, həqiqətən də doktor ola bilər. Ama bir doktor ki, gəlib yayında desin ki Velizar, səndən mənə takip gəlsin. Ay Velizar, ne bileyim pasient. Yani bilmirəm, saygım var, bütün doktorlara canımdır, hamısı Allah can sağlığı versin. Ama bir doktor ki bunu deyirsə, inan güvənim qalmaz. Hani ne bileyim aşkım, yani necə doktorsan, necə həkimsən, xəstəxanada işləmirsən mi, sana müşteri gəlmir mi? Yani ne bileyim bir doktor ki yayın açsın buradan buraya, neyse bir külək geldi, inanmıram, yani bilmirəm, ne bileyim aşkım. Bilmirəm. Allah bilen bir şeydi ama ne bileyim. Merhaba. Merhabalar. Ne yapıyorsunuz? Ay ilk defada gerçekten o filtre olmayan sakal gördüm sizde, top sakal. Nasıl ya, herkesin sakalı böyle? Hayır öyle değil. Genelde bıyık ve bu alt çeneyi herkes efekt kullanıyor da sizde gerçeğini ilk defa görüyorum. Ha. Evet, gerçi doğru. Ay gözleriniz nasıl benim göz rengime benziyor? Ela mı sizin de? Bende de Ela orijinal. Ha, güzel. Benim de orijinal ya. Ay size de bakayım. Evet. Ay kız sakalım olsa nasıl benziyorum? Aynıyız ha. Bende de top sakal olsa dudağımız falan biraz aynı. Benim sakalımı efekte benzetiyorlar burada ya. İşte ben o efekti benzettim de öyle değil. Ama bence benzemiyor. Bak siz de bakın isterseniz bak. Yaklaş bakayım. Yok efekt değil. İnandım. Nerelisin? Ağrılıyım siz? Doğulusun. Evet. Burcun ne? Terazi burcu. Ekim'in kaçısın? 4. Ya ben de onu. Güzel. Ben Kaç? de seni. 10-2002. Nasıl yani? He. Kaç? 23-24. He, anladım. Sizin kaç? Ben 19 yaşındayım. Çok az aramızda yaşımız çok az. Evet. Ancak gerçekten 19 yaşında mısın? Evet, 19. Az Allah kahretmesin ay bacı. Bu yaraşıkların hamısı bizden 10 yaş 20 yaş balaca da az biz qocalmışıq mı? Biz ölək gəbərək. Bu nə də ay bacı, baxırsan 2 qıllı kişi digəl 19-20 yaşı var. Bu nətər olur az? Ay bu nətər olur ay bacı, bizim 30 yaşımızda bu nətər olur, aramızda 10 yaş nətər fərq var ay Allah bundan ya Rabbi. Az ben qocaldım ya. Mesela gidebilir miyiz bu arada Ay biraz? bu ne ayol? Üf, sinirlerim bozuldu şu an. Ay, efendim? Dedim ki siz nerelisiniz? Melezim, Azerbaycan ve Türkiye. Ha, güzel. Çok teşekkürler. Ne iş yapıyorsunuz? Valla ben şu an çalışmıyorum. Normalde babamın yanında çalışıyordum ama şu an çalışmıyorum. Ay Elvin'cim çok teşekkür ederim. Aşklarım 3 kat hediye puanı yakından başlıyor. Bana bak Adem. Sen Adem, ben Havva. Ay tövbe estağfurullah bir dakika. Ay bir dakika çok pot kırdım. Ay Allah'ım ağzımdan çıktı. Şimdi başlayacaklar ekran kaydı falan. Ay Allah bağışla. Bir şey diyeceğim. Her şeyden korkuram. Ya Allah kahretmesin. Ne? Bunlar görün nece rahat tanışırız. Ben Allah kahretmesin. Daha performansımın 1/3'ünü gösteren bir iste. Allah kahretmesin. Maşallah, çok enerjik. Boyun kaç? Çok sen beni yatakta gör. Boyun kaç? Görmeyeyim de yani ama bir 70. Ay zaten görme Allah'ın cezası. Yani beni ilgilendirmiyor yani o anlamda. Ay beni de hiç sen ilgilendirmiyor. Ya Demedik ki niye yanlış işte beni. anladın? Sen Ağrı'dasın, ben Bakü'deyim zaten. Ben Nereden İstanbul'da nereye denk oturuyorum. geleceğiz de sen beni yatakta göreceksin Allah aşkına. Ay ben aç köpekleri sevmiyorum zaten. Evet boyun kaç?
Boyun 1.78 de ayıp oldu ama. Ay hiç ayıp olmadı, hem de boyun da küçük. Defol. Məndən yaxşı danışaydın. Mənə deyərdin ki, hə, aşkım ola bilərdi. Allah kahretmesin. Məndən pis danışan oğlanlarda zehlem gedir. Yalandan de ki, hə də, sən Ağrıdasan. Mən Bakıda. Gün sevgili olduk. Her arvat olduk. 5 tane uşaq doğdum. Hələ zırt. Hiç olmasa yalana qəlbimi qazandı. Yalana məni hayal dünyasında sevindirdi. Ne olar bu 5 dəqiqədə? Yalandan qəlbimi al, gönlümü qazan. Bu 5 dəqiqəlik PK'da yalandan hayallar kurum, rüyalar görüm. Yani ne olacak? Allah kahretmesin az. Az ekrana basan 4.3 milyon çok daha teşekkür ederim. Çok sağ olun hayatım, ömrüm, canımın içi sevirəm. Hamınızı yalayıram, yuturam, dik tuturam hamınızı hayatım. Ay Niko Cafar'a bakar mısınız? Reklam ve emektaşlık için Niko Cafar'a yazabilirsiniz. Ay Niko reklam için numbere yazabilirsiniz. Number. İndi sen Azerbaycanca yazamırsan. Elə mi ora reklam için nömreye yazabilirsiniz. Number nedir? İndi o ne alaka o numbere yazırsan? Ay? Sabitleme olur onda. He? Ay onda diyebilirsek reklam için. Reklam için əlaqə keçində. Elə o da düşmür. Bu TikTok'ta gerçekten kafayı yedirdi bize. Allah haqqı bu TikTok'u cırıq eləyəcəm bir gün. Bütün mənim rahmimi daraltdı bu TikTok. Her şeye spam, her şeye şey yaz. Bəsdir də. Çok teşekkür ederim. Arazim çok sağ ol hayatım. Az şalvarım geçekti. Sen Allah. Geçekti değil mi? Şalvarım beğendiniz kızlar. Teşekkür ederim mini konsert için. Ay bu arada konsertime playlistler hazırlanmış. Size bir şovlar. Bayılacaksınız konserte. Bunun ID'sini yazın. Bunun ID'sini yazın bana. Bunun ID'sini yazın Allah aşkına. Bunu Allah belasını versin. Seni görüm o futbol kalesi sana girsin. Seni görüm futbol kalesi ol. Sana topu bir vursunlar. Çarpta parta seni görüm Icardi bacağını soksun. Yandırdı yakırdı bu. Ben neçə gündür gelir kaçır ID'sini tutamıram. Neydi onun adını yazın. Onu ben engelleyeyim. Spam atma Allah aşkına. Yandırdı yaktı. Az beni gözle. Bu kör göz şey. Katya bir bızırta yaramadı. Ben bari eleyim. Çıfızı at. De at görək ne taratacaksın Allah'ın belası. At indi zihlem gitmiş çirkin adam. He at. Zırt indi at görme at. At indi at engelledim. At. Neçə gün liste yatır az. Her neyse. Miami'de tətil. Miami'de anayla gitmişsen şezlonga girsin. O şezlong sana girsin. İnşallah seni düz otuzdurum o şezlongun üstünde. O baş tarafında oturdurduğum yerde açım o şezlongu için darma duman olsun. A senin aj köpeği. A senin ajından gebermiş iyi vermiş adam. Bak tuvalete gitmeye, bokunu silmeye, tuvalet kağıdı almaya 2 manat pulun yoktu. Senin harana Miami Allah'ın cezası. Koysan oraya koy ket şekli, koy ineğin şeklini, koy pok şekli, koy ne bileyim güya çoban şekli koy. Bak senin harana o Miami güya koy özen kız tutur. Allah'ın ajı koca ajı. Bir de beni beğenmir. Guyni çok teşekkür ederim. Güya bu da beni beğenmir. Oo Belizar xanım, salam aleyküm. Merhaba. Salam. Mənim arzum idi ki, səndən oynamaq. Bir dənə oyun səninlə oynamaq.
Canım sen gel oynayaq ömrüm. Bunlar nail Lənkəran, yəni dırnaq Lənkəran yoxsa? Yo, tırnak sözünü yok. Benim adım Nail'di. Ha nail, elə biləm İngilizcə o nail nə deməkdir? Bilirsən yəni nail, dırnaq deməkdir. Elə bildim dırnaq düzəldirsiniz. Yo, tırnak düzelmiyorum. Benim adım Nail. Lənkəranlısınız? Ha, Lançaranlıyam, Pırıslı başta kalıram. Moyka'da işleyeceğim, maşın yürüyorum, maşın. Ay buradan bütün Lənkəranlılara öpücüklər agronlu. Ay Lənkəranın nəyi məşhurdur qardaşım? Limonla. Of senin limonunu çaya sokum içim aşkım. Sen de elama da, böyle şeyler elama. Tamam, çiğle bekam da. Canım sen. Haradadır Moykan ömrüm? Ben Bakıda tanımıram. Az 3x. Bakını tanımıram ben, Ne vaxt Bakıdasan? Ben 20 gündür Bakıdayam, işten yukarı çölə çıxa bilmirəm, heç yerə gedə bilmirəm, tanımıram Bakını. Ne onda ne zırtıma işlemeye gelmişsen? Elə gəlmişəm da, neyniyim? Az bu şeydi ki. Ne başım çıkmıyor sen Moyka'da işləyirsən? Ha. Moyka senin değil yoksa işləyirsən? Yo, mənimdir. Bilmirsek sen Moykan kardeşimsən. 28'də. Ve deyirəm Bakının harasındasan deyirsən bilmirəm teze gelmişəm. Ya ben ne yapayım ya ekran bayanı uşaqlar, ekran bayanı uduzuram. Az bu şeydi ki. Ne bak yani iş yerin hardadır senin? Yaklaşık ok başlısa 28'də. Ben onu deyirəm de yani benim iş yerin hardadır deyirsən teze gelmişəm bilmirəm. Bir valla tanımıram. İndi uşaqlardan soruşdum, dedilər 28'dir bura. Uşaqlar ekran bayanı hok biçmiş, 200 ekran. Tamam, axmaq, çok onca olmaydı. Bu ekranam. Bak elə sen en büyük ahmak sensin Allah cezası. O limon ağacı girsin sene. Güya ben Lənkəranlısı ki bilmirəm. Eləm Allah'ın cezası badım can burun. Lox deyirsən ama benden takipçi yığırsan. Ne bileyim arkamca pis şeyler, üzüme pis şeyler değil ama gelir şey özüne benden prim yığır. Senin kişi boynunu yere sokum. Bir de gö geyretli kişiden. Gene mi zırt ile geyretli kişiden o burnun sana girsin. Zehlem gelir belə özünü qeyrət damarı, dırnaq arası qeyrət damarına soxan kişilərdən. Mənə PK atır, bunun qeyrət damarı farsaj eləyir. Yəni, əgər beni qeyrətli sən sonra niyə atırsan, buna baxarsan, onun beyni ilə deyirəm ha. Hem prim yığır, hem takipçi yığır, hem ekrana tıklayayım deyir, hem özüne müşteri yığır, hem de deyir ki elə zırt defol git buradan, sey, Allah'ım Allah, sen bu seylere ne ter pul verirsen ya Rabbim ya Resulallah. Sen bu 2 gram söhbət eləyənməyənlərə, sen bu üniversitet qutaranmayanlara, Allah'ım 2 gram cümleyi qura bilmir, danışamır, diyalog kabiliyetine sıçıklar elə bil. Bu diyalog kabiliyeti olmayan insanlara ne ter pul verirsen Allah'ım ya Rabbim ya Resulallah, buna ne ter obyekt sahibi olur, ne ter obyekt açır, ilahi perverdigar ya Rabbim. Neyse. Aslında yani. Özü gəlet eləyir orada Moykacık daha yalana deyir ki Moyka sahibiyim. Bazı şeyler Az yalan danışır. Salam Sibelcan. Ay yok Seda Sayan. Michael Jackson necəsən? Əlində. Sağ ol Seda Sayan'ın demo versiyonu. Sen ne dersen? Temu versiyonu mənəm, sən səni bəlli deyil Ayvelo. Allah qaybacı skeleti oxşuyursan. Ay sana qalxanın nə deyim? Defol git sana bakan kişinin kül tepesine. Ve günde de trans oxşuyur. Allah hakkı ben bu halimle senden 1000 kat daha kadın oxşuyuram. Sana ne sen az? O bir de beni beğenmir kül koyayım tepene senin arka skelet. Her neyse. Yani akşam xeyir Ayvelo. Allah'ım ne tersiniz akşamın xeyir. Sağ ol, sen ne tersin? Çok sağ olun. Herden bağlan. O kimdi? Hakikaten trans oxşurdu. Kimiydi o? Belki transıydı ay paşa. Yo. Bizden bizim temadan olar. Eğer bizim temadansa bağışlasın. Bizim temadan falan değil ama oxşuyor. Ha? Yok. Kimdi o? Tanımıram valla. Eğer bizim temadansa bağışlasın. Bilmiyorum ne bileyim. Ceyran'dı. Onun harası Ceyran'dı. Ceyran ancak Lülü'ne oxşuyor. Meşhurdu. Oldu mu? Ay. Ne daha ne günlerdi. Neyse, negatif bak, negatif aldığım insanlarda zehlem gelir. Hissedirəm ki, o mənə söz soxacaq. Bax, biz tərəzi bürcülər 8-ci hissiyatımız çox qüvvətlidir. Onu tərəzi bürcülər bilər. Bir də mən 29 yaşıma görə gəlmişim. İnsanların sir-sifətinə baxanda anlayıram ki, bu mırtdaşmağa gəlir. Bu neynəməyə gəlir, bu nağarmağa gəlir. Ona görə o mırtdaşmadan, o söz soxmadan, o bir şey eləmədən mən ilk öncə başlayıram ki, onun içində qalsın. Hiss elədim, bax, onu hiss elədim ki, nə? O müəlliçidir və sən şey olanı mənə yazıb. Mən Michael Jackson'ı Ne başlandı ona Sibelcan dedim. Sibelcan güzeldi. Michael Jackson da ulduzdu da. Ben niye birbirimize elə enerjisiz verdik? Ne bileyim. Ama çok senin hakkında bir şey yaşadı. O kız? Ha, deyip ki Kim daha? Revizar Azerbaycan'ı özün tutup ona halaldı. He?
Ay heyran. Bir de 200'lüğümüz var. Ay heyran canım. Ay bağışla. Ay bacı vallahi tanımadım. Kimdi o? Mert kızdı değiller. Ay gönlünü almak istedim. Ay heyran. Az gir takip elə. Ürəyim ağrıdı. Ama orada mənə söz soktu. Mən də ona Sen söz Michael soktum. Jackson dedin. Ne var? Michael Jackson. Mən də ona Seda Sayan dedim. O da sənə dedi ki sənə niye söz soktu? Elə bil mənə söz sokacıydı. Özüm koruma altına aldım. He söz sokmayacıydı. Ay Allah hakkı elə bildim mənə söz sokacıydı. Koruma altına aldım özümü hemen. Tiz şeylerimi açtım. He bağışla. Gelin deyin o da size takip etsin. Ay desin ki tanımadım bağışlayın. Yanlış oldu. Ay pis dedim ağzı. Anla dedi. Bak ben sen dedim. Tanımıram ama hayır. Tanıdın tanımadın. O insan sen pis bir şey değil. Dedi axı. Ay sen onu Sibelcan o da senin. Azerbaycan'da ne var? Michael Jackson'da ne var? Hiç ne. Ha, o da ne O oldu? ben iyi bilmiyorum öyle dedik. Sen- Ama o da Sen yükseldi. çünkü ben əsəbləşdin, anlıq üstüne geldi. Hayır o da bana yükseldi. Yükselmedi. Yükselme neyse biraz midofik tansiyonum düştü. He? Ay bu arada Nigar'a buradan çok güzel. Ay kızın kalbini kırdım öyle mi? Ay gidip ona yalanan bir tane gül atım kalbini kazandım. Yazık. Heyran. Kim? Heyrana deyin Denizay takip etsin. Desin bağışlasın. Özür dileyeceğim. Allah hak. Bak böyle de ürəkli bir insanım. Eğer kalbini kırdımsa diyeceğim bacı özür dileyeceğim. Böyle de böylüyümü eləyərəm. Ayıqdır. Bilmeden oldu. İnsan oluyor. Ne olacak? İnsanlar. Arada insanlar başımıza ne gelir? İyi ay bacı bana neler değiller. Kere yüzümü öldürürüm. İnsanlık ne olacak? Ağzımdan çıktı. Allah'ım bilmiyorum. Ne bileyim ay bacı. Ha, kımısır ele mi dava? Dava. Cəmaatın nəticə. Haklıdır. Bana ne desen? Heyran haklısın. 2 katında ben özüme deyirəm. Ne desen haklısın bacım. Ama senden de bir kötü enerji aldım ama ne desen haklısın. Bir şey demirəm. Canın sağ olsun. Az onu kızıştırın ne olur benimle danışsın. Bak işte çok gel kırmak hiç istemiyorum Allah hakkı. Birinin kalbini kıranda o kadar üzülürüm Allah bak gece yatan varam. Kedim onunla ben desem ki barışmazsam ben gece yatan varam Allah'ın olsun. Gene onun kalbini kazanım. Demirəm Alex aşkım kocacığım sevgilim uzun boyum. Sen ne yaptın? Sen abi abla sen nesin? Oradan bakınca anana benzetiyorsansa abla, babana benzetiyorsansa abi. O zaman Tercihini seni seç. babama benzetiyordun. Babamın Demek baban da götten. Ay canım benim ne güzel ne Ananı güzel. sikeyim. Baban da bizim temalardan. O zaman baban da. Hadi bakalım hadi bak. Açık. Sen uçdun, neyse. Yaxşı elədim. Abi mi diyeyim, abla mı diyeyim? Böyle diyenlere böyle cevap vermek lazımdı. Düz demirəm aşkım. Gördü. Ay Torik beni çırık eləyəcək. Allah kahretmesin. Demə ki, divaya yandı. Aman ay bacı ne gayrım. Hele buna bak burası da cırılıp dans eləməkdən. Aman təzə aldığımız divan ne güne düştü az bizim haramız. Ay vay. Oy. Orana gayrım yalasam keçer gören. Yalasam gören keçer mi? Ne gayrım orana? Ne oldu bir abur oldu. Pis oldu. Eyav gelir. Gör artık. Sen satak belki ona. Heyrana. Diyeyim ki heyran oldum sen güzelliği ver. O da beni təhkir eləyir ama. Nə deyib təkdir? Deyir, hamı yazı təhkir eləyir. Bak, danış görüm, sesini aç görüm. Aç da sesini. Yılda. Zəhmət olmasa çıxın yayından. Zəhmət olmasa çıxın yayından. İkisinə gəldi. Olmasa gedin yayına. Hani bayaqdan bax Belazarı sevirsiniz. Gedin yayından xahiş edin. Adıyla özür dileyeceğim, Allah hakkı. Xahiş edin. Gül iş nömrəsi var. Gül iş nömrəsi. Çıxın gedin o tərəfə. Mənim yayımda durmayın. Az özür dileyeceğim, gel Allah hakkı ay bacı. Deyən mən durub burada o ədəbin sahibi deyiləm. Durun kimsə yayın açan kimi gəlib burada kiməsə lay buraxın deyə. Hər kəs öz ədəbini göstərir. Adı özür dileyeceğim de yaxşı da. Geret elədim dedim daha gayrım dilimden çıktı. Mesela kötü enerji tanımıram daha. Asılı işin məsələsidir. Neyse. Neyse ben özürümü dileyəcəydim. Qəbul eləmişdi canı sağ olsun. Değil mi? Ama ben yine buradan demək istəyirəm ki eğer qəlbini kırmışamsa özür dileyirəm. Ama sen de beni təhkir edibsən qəlbimi kırırsan. Təhkir eləməyib. Təhkir eləməz səni canlıda. Və deyirlər təhkir edib. Tamam, ona fikir vermə. Təhkir elə siz az şey ortalık bir şey değilsiniz. Mən onu tanıyıram, o təhkir eləməz. Eləməyib. Onda mən elə dedimsə bağışladım. Mən pis şey demədim ki.
Trost. Demə də. O da trost da var. Yaylıdır demə. O da insandı, o da insan. Ne var trost? Oxşuyur ha aşkım. Allah mənə versin trost. Ay bacı oxşamır. Allah gələ bilmir. Oxşuyur ha. Bu işi sən qarşımaya xoşuma gəlir. Hı? Sen hoşuna edin bu pulu. Sen yemeğini mi dovinge? Salam Melek. Salam adınız niye elədi? Ya adıma işin spam düşüyor başımda. Yüzar 62 İpek Ya 13. adı dəyişir təmiz. Adınızı elə koymuşsunuz. Ha? Adını niye elə koymuşsun? Adımı elə qoymamışım. Ben spam düşüyor ona göre belə oldu. Şimdi ben o addan deyim size. Ha yok Yüzün adım Ağadır. 62 İpek ise. Ha? Adım Ağadır. Siz ben adımı deyin bəs eləyir. Ha elə biləm özünüz onu koymuşsunuz. Elə nickname seçmişsiniz. Yo. Ha. Bir insan niye elə nickname seçer? Adın nedir ki? Necə? Adım Ağadır. Ağa. Haralsan ağa. İsmail'də. İsmail'de kalırsa. O içindən biz İsmail'daydız. He o şekildeki kız neye koymuşsan sesin yankı ediyor. Telefonu götür. Kalonkalarını bir yere koymuşsan ses indi düzeldi. Bu nədir? Canım sən desən. Stone istememiş. Elini çek bak ne ter başa salım. Elini bak böyle tutursan böyle boğulur ses. Böyle tut hoparlör tarafını boş bırak. Elləmişəm onsuz da, elləmişəm. He bak indi düzeldi. Evlisen. Ha, evliyəm. Neyse telefonuna su kaç verebilir Allah'ın cezası. Su qaçmayıb. Deyirəm ki, telefonu zeyn üstünə, taxtanın zeyn üstünə qoymuşam. Stone üstünə. He evlisiniz İsmail'de kalırsınız. Yo, Bakıda qaldım. Onda bu sizin aile hesabınızda. 32 min hesabım vardı. O spam attılar ona. Mesela neyi paylaşırsınız ailede? Ailədə işinə, yəni ciddi səhifəsində yəni bu. Aşkım yazırsınız tehkir edir. Tehkir edirse canı sağ olsun. Boş ver. He. Kim təhkir edir? Boş ver sen ilgilenme o konular hakkında. Mene bak uşağınız var. Ha, var 2 dənə uşağım var. Öyle boş ver aşkım canı sağ olsun. İyi deyir elenmeyir ne deyir ne demir. Özü bilir canı sağ olsun boş verin. Olabilir hak ettim. He yaşın neçədir? Yaş 24. 24 uşağınız falan var. Neçə yaşınız var idi? Benim 22. 22? Həqiqi? He niye? Yəni mən çünki o yaş vermərəm. Ona görə deyirəm, deyim yağım 505 ona görə. Neçə göstərirəm? Mən belə 27 saat, belə 28 saat. Allah karşılasın sen özüne bak. 37 sen, 38 sen, kıllı ayya dönmüşsen. Hiç demirəm 24 yaşın var. Arası 24. Sana 27, 28, 30 diyerəm mən. Haram Yox, mən 27 nə mən olmuşam maşallah. Sympatizm oğlanlara belə danışsan ki. Hayır mən inşallah. Ayya dönmüşsən deyirsən, buraya danışdır. Mən özünü cırsın 21, 22 falan yani mən haram 27'de. Ay dədə, bay. Ne iş görürsən? Heç nə. Aç. Günlük ne kadar? Gün 50 manat. Afsiyatlıktan. Hə. Aylık 3'te aylık 15 bin. 1500 manat. Ay sən nətərdir? Hardadır bu işin? Xırdalanda. Gün 50 manat kazansan. Günə rovun 50 manat. Afsiyatlıktan. Bəli, afisiyat. Az öyle şey. Öyle şey var. Bax mən onu çıxardıram. 30 manatlı günü. Böyle tiplə falan gələcək. He, onda günün 30 manattı. Yox, günüm 20 manat. 30 manat sənə bahşiş verirlər. Hə. Ne var sən ki de bahşiş verirlər? Böyükən çayvarımı qazanıram. Qulluq edirəm, çayvarımı qazanıram. He, halaldır restoranda yoksa kafe falan. Restoranda, hə, ailə bir restoranda. He, ben gelsin ben de sana çay verəm. Gəl Xırdalanda, Gəncə Ocağına. Adı nedir kafenin? Kafedə ailə bir restoran Gəncə Ocağı var. Gəncə Ocağı. Genci uçağı. Genci yemekler verirler. Hə. Boyun neçədir? Boyum He. 1.70, 1.69, 1.70 oldu. Ay, uzak başı bir manat çay boy falan belki de. Aynen 1 manat. 1 manat təsəvvürə tutsam var ya. Mən 50 manat çıxaram. Bu boya hiç o kadar elim gelmez inan Allah. Zarafat edeyim. Gelsen niye vermeyeyim? Verme hemşe çay boy veren insanım sevirem. Ay görün nədir ya, yanımda yoldaşım. Ama bak ben kankacığım adın ağa. Bunu belki beni izleyici insanlar da onaylayar. Ben necə çay boy verirəm? Ürəklə çay boy verəndə. Bak başta vermirəm.
Başda bir baxıram, bu mənə nətər qulluq eləyir, bir salam əleyküm deyirmi, xoş gəldiniz deyirmi, buyurun bura. Yoxsa mənim puluma görə mənə hörmət qoyursa, heç hörmət qoymamağı daha yaxşıdır. Amma İba, ilk girişdə mən məkanlara girərəm. Baxıram ki, hamıya qarşı necədilərsə, mənə də elədilərsə, salam əleyküm, xoş gəldiniz, gülər yüzlə qarşıladısa, oturursa, inan Allaha verərəm, ekstra da çay boy verərəm. Yoxsa baxıram ki, başda belə pis davran, belə hani bir salam, bu masa nə istəyirsiniz, bir çay içdik, təmizləmirlərsə, ona zırt asla çay boy vermirəm. Ona görə başdan mən onu vermək istəmirəm ki, mənə görüm hələ pula görə yaxşı, istəmirəm onu. Başdan baxıram, gözəl hörmət edirsə, mən də ona hörmətini eləyirəm. Düz demirəm, əsas da elə olmalıdır. Allah sənin canını düz desin, düz. Bəzən qəsdən gedirəm, bəzi məkanlar var. Məsələn, belə baxıram ki, belə burnu havada davranırlar. Elə bil, o müştəridir, mən qarşısonam, məsələn deyirəm. Hamının öz işi var, başa düşsənmi? Hamı işində gözəl profesyonel olmalıdır. Baxıram ki, heç belə o deyil, nə ekstra şeyimi ödəyirəm, adı nədir onun, hesabımı ödəyirəm. Gözəl də çay boyumu verirəm, çıxıb gedirəm, amma o məkana bir daha gəlmirəm. Çünki hörmətsizlik görünərsə, orada görünərsə. O onun mədəniyyəti olur ki, bax sən buna qarşı mən sənə yenə də çay boy hörmətini elədim, amma səni atmıram da, nə istəyirsən, bir dəfə bəsdir. Nəysə, öpürəm səni, çox danışdım, rahmimi çürütdün, öpürəm, hamıya qarşı çalışın. Salam deyir. Hamıya çalışın, üzü gülərli olun. İnan Allah, nə qədər üzü gülərli olsan, o qədər də müştəri sənə gözəl üzərli olacaq, gülərli olacaq, yaxşı mı? Qulaq asın, yoldaşım bizə salam deyir. Aleyküm, sən nətərsən bacı? Deyir, yaxşıyam deyir. Səsini çıxartmır, ümumiyyətlə canlı da. Yazır, engellidir deyəsən, danışamır. Yaxşı, öpürəm səni, özünə yaxşı bax, Allah mutlu eləsin sizi. Sağ ol. Sən də xoş bax. Sağ ol. Yazır qız deyəsən şeydir, danışamır. Ola bilər. Ay bacı, bilmədik, səhvlik elədik, siz də yaxşıyın da, indi səhvlik elədik, dedik, özürümüzü diləyirik dedik. Uzadırlar. Hətta da uzaq, bax bu TikToku nəyini sevmirəm. Bax, bəzi TikTokçular da elədi, bəzi izləyicilər də elədi. Ay bacı, çürütmüyün. Bax, mən həyatımda eləyəm. Barışmaq istəyir, gəl barışaq, dedim, pox gedim, gələt elədim, ağzımdan çıxdı da, indi insanıq da, ola bilər qaza gəlirsən, bəyək ki bir şeyin nervlənirsən, sənin üstünə partlayırıq, ola bilər də insanıq. Böyülü yerib, özürümü dilirəm, səhvimi başa düşüm, deyirəm, gəl özür dilirəm. İndi də nəyə uzadırsınız, qəbul eləmirsə, eləmir, canı sağ olsun, nə deyirsə də haqq edirəm. Bitti bu kadar, çürütmeyin. Bəzən görürəm, ay bəzi şeylər çox çürüdülər, eyni şeyi, bir həftə danışırlar, adam çürüyür rahmi. Ama boş deyil, olmursa olmur, nə qaraq. Dedi, bağışda, səhv elədi, qəbul eləmirsə canı sağ olsun, ha? Dedi, oldu neyim, ağzımdan çıxdı, nə qaraq. Biz tərəzi bürcülərinin Allah belasını versin. Bütün tərəzilər belədir, yaz, deyir, sonra peşman olur, tutanmır. Bu çənəmizi doluğu da vurdum, partlayar deyə qorxuram. Harama vurum bilmirəm, her yerinde yapılı da. Biz tərəzi bürcləri tutanmırıq, Allah bizim belamızı versin. Deyirik, sonra peşman oluruq. Ay, kızımızda bir şey tutanmırsan, kızımda bir şey tutan, Allah belası çirkin.